Hansı insanlarda ki boyun osteoxondrozu var, əllərdə, barmaqlarda uyuşma, çiyində, boyunda ağrılar varsa da, qulaqda səs-küy problemi, baş gicəllənməsi, göz qaralması, ürək döyüntüsünün artması, təzyiqin oynaması kimi problemlərdən əziyyət çəkənlər videonu sona qədər diqqətlə dinləyin. Bax, bütün bunların yaranma səbəbi boyun osteoxondrozudur. El arasında buna duzlaşma deyirlər. Boyun nahiyəsində damar və sinir sıxılır, nəticədə beyin qan dövrü pozulur və sadaladığın problemlər yaranır. Əgər bu problemlərdə köklü nəticə axtarırsansa, mütləq şəkildə səbəb aradan qaldırmaq lazımdır. Orqanizmi təmizləmək, yeyilmiş kökləri bərpa etmək, beyin qan dövrünü normal salmaq lazımdır ki, biz burada köklü nəticə əldə edək. Bunun üçün mən sizlərə hər hansı bir ağrı kəsici və yaxud da ki, xarici müdaxilə deməyəcəm, masaj, tok, fizioterapiya kimi üsullar müvəqqəti nəticə verir. Ağrı kəsicinin funksiyası ağrını dondurmaqdır, amma sən burada mən sənə orqanizmi təmizləmək, yeyilmiş qırda, bərpası və beyin qan dövrünü normal salmaq üçün şərq təbiətin 3 bioloji qida ləbəsini tövsiyə edəcəm. Antilipid çayı, iyonlaşmış biokalsium və lesinli beyin kalsium istifadə ilə. Antilipid çayı duzlaşmış kəsləməni bədənə xaric edəcək, orqanizmi təmizləyəcək, iyonlaşmış kalsium 98% sorulmaya malikdir. Heç bir halda çöküntü vermir. Bu kalsium sənin qırdanı bərpa edir və damar sinirlərində, damarlarda, sinirlərdə sıxılma yaranmır. Artıq beyin qan dövrü normal salır, düşür. Beyin kalsiumla istifadə edirsən, beyin qan dövrü normal salır, sinirlər asır. Üçünü birlikdə düzgün şəkildə, kompleks şəkildə, vaxtında tam şəkildə istifadə ilə nəticəsi %100 olacaq. Apteklərdə olmur, Azərbaycanın hər bölgəsinə də çatdırılması var. Ətraflı məlumat üçün səhifədəki nömrələrlə əlaqə saxlayın.